Allah şəhidlərimizə rəhmət eləsin. Bu şəhidlərin hesabına, qazilərimizin hesabına gəlib bu adamı görürük. Allah qoysa kendimize geleceğiz, kendimizi göreceğiz. Allah sakallara, cavanlara uzun ömür qismət eləsin, can sağlığı versin. Amin. Allah hamısına rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah Teala bu dönüşü bize qaytaranların canı sağ eləsin, ölenlere rəhmət eləsin, şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bu böyük dönüşdür. Bunu bize belə qismət eləyən şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı, veteranlarımıza canı sağ eləsin. can sağlığı, Ali Baş Komandanımızın da Allah canı sağ eləsin ki, bugünkü günündə biz yaşlı təbəqəni getdi, elimizə, obamıza, gözəl kəndimizi görəcəyik. Allah hamısına, bak bütün bu şəhidlərimizin, ya Rabbil Alemin, hamısına rəhmət eləsin. Bütün kəndimizə, elimizə, obamıza can sağlığı versin. Arzu edirəm kəndimizdə görüşək həmişə. Allah hamımızın canını sağ eləsin. Bir daha dönüş elədik biz Ağdam rayonunun Saybalı kəndinə. Bura gələn bütün qardaşlar, bacıların hamısının uzun müddətli gözlədiyi bir vaxt idi. Bunu təşkil edib, bunu bəndazıya gətirənlərin Allah canını sağ eləsin. Veteranlara uzun ömür, can sağlığı versin. Qazilərimizi cənnət-i məkan eləsin. İştirakçılarımızın can sağlığı nəsib eləsin. Şəhid ataların, şəhid anaların Allah Teala səbir kəraməti eləsin. Allah Teala heç bir atıya, anıya ciğer dağı göstərməsin. Bir də bu qanlı meydanı bizi çevirməsin. Mən bütün Saybalı sakinləri adına hamınıza böyük təşəkkürümü bildirirəm. Allah size can sağlığı versin. Allah size uzun ömür versin. Bu bizim için dünyada en görünmez, en kıymetsiz bir varlıktır ki bunu təşkil edilər. Bizim cavanlar gətirib bu əndazıya çıxartdılar. Çok sağ olun. Hamınıza dərhimcülə öz təşəkkürümü bildirirəm. Allah size can sağlığı versin, uzun ömür versin. Belki de bizim bu torpağa qayıtmağında səbəbkarlardan en güclüsü kendimizin seyidləridir. Onların duasıdır. Onların cemaate verdiği xeyir duadır. Bizim de kendimiz az şehit vermedi. Xeyli şehit verdi. To görmeyen cavanlarımız dünyasını değişti. Allah onların yerini behişt eləsin. Atalarına, analarına can sağlığı versin. Yəqin ki onlar da həmin övladlarından övlad gözlürdü, nəvə gözlürdü, nəticə gözlürdü, toy gözlürdü. Bir daha Allah size can sağlığı versin. Müəllim Allah size ömür versin. Genç olmayaraq, baxmayaraq siz ve sizin etrafınızda olan bütün cavanlar bu təşəbbüsə qoşuldunuz. Bizim gətirdiğimiz bu 30 yıl müddətində bizi gətirdiğiniz, gözləyə bilmədiyimiz böyük bir varlığa çıxartdınız. Bir məkana çıxartdınız. Burada elə bir adam yoktur ki onun əməyi olmasın. Hamının əməyi var. Allah Teala hamının əməyinin xeyirliklə bəhrəsini versin, can sağlığı versin. Şəhidləri ilə görüşdürsün. Şükür bugüne. Ben hamınıza uzun ömür can sağlığı arzulayıram. Bir dokanlı meydanı Allah Teala bize göstermesin. Amin. Bizim prezidentimizi bizim üstümüzden əski eləməsin. Şükür onun varlığına ki, Cənab prezidentimiz bize bu əmin-amanlığı yarattı. Hansı ki, heç yerə gedə bilməyən, gələ bilməyən insanlar sərbəst öz torpağımızda gəzir indi. Çok sağ olun. Hamınıza dərin minnətlərimi bildirirəm. Amin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme eğfir lil müminine vel müminat vel müslimine vel müslimat el ehyâi minhum vel emumat ilal ervahil merhuminil mehfurinil mevluminil cemiyen Allah'ın mehfirihim ve beşirim ha bi hakkı Muhammedin ve aleyh ve bi hürmetil suretil Fatiha. Allahümme salli ala Muhammedin ve ala Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alemin. Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal mustakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammedin ve ala Muhammed. Allah hamımıza can sağlığı nasip eylesin. Amin.
Allah bütün qəbirstanlarına rəhmət eləsin. Bütün şəhidlərimizin məkanı Yerləri cənnətdə olsun, şəhid qardaşlarım. Allah Allah rəhmət eləsin hamısına. bütün valideynlərinə baş sağlığı. Allah bütün şəhidlərimizə Valideynlərinin qabağında baş əyirik. Ağdamın 16-mızı qəhrəmanı. Bəli, Allah dövlətimizə rəhməsin. Prezidentimizə uzun ömür, can sağlığı. Doğrudan da siyasəti ilə gözəl yol tutdu. Azərbaycana bütün dünyanı tanıtdı. Bizim xoşbəxt insanıq ki, bizim belə bir prezidentimiz var. Allah onun ailəsinə, nəvələrinə, özünə uzun ömür versin. Biz də onun adını uca tutaq. Biz Azərbaycan xalqı onun adını uca tutaq. Biz onunla fəxr edirik. Azərbaycandan qıraqda yaşayan Azərbaycanlar fəxr edir. Doğrudan da fəxr edir İlham Əliyevlə. Heydar babanın yeri cənnətdə olsun. Dünya tanıtdı bütün Azərbaycanı. 91-ci, 92-ci ildə, 93-cü ildə olan bizim şəhid qardaşlarımız, 2-ci Qarabağ müharibəsində bizim balalarımız, bizim, necə deyim, qanımızı yerdə qoymadı. O cavanlara minnətdarlığımı bildirirəm. O cavanların qəbri nurla dolsun. Onların valideynləri Allah səbir versin bütün Azərbaycan millətinə ki, necə deyim, Heydar babanın yeri cənnətdə olsun. Siyasəti ilə bu bütün Qarabağ zonasının torpaqları azad olundu. Ali cənaba İlham Əliyev prezidentimizə uzun ömürlər, can sağlığı. Benim balaların toyunu bak eləyək. İnşallah. Bu güzel yurdumuzda, bu güzel kendimiz ki bugün yerine kaydır. Allah bunu Həmişə təşkil belə edenlerin xeyir de canı işlər sağ çəkəsin. eləsin.
Bura maddi, mənəvi dayaq duranların da Allah canını sağ eləsin. Allah o Maya balamızın da, bütün şəhid ailələrində onun da canını sağ eləsin. Onun da böyük əməyi var. Bütün əməyi olanların hamısının qarşısında hamımız baş əyirik. Allah onlara dəyməsin. Sağ olsunlar. Sağ olayız ya, Allah sənin də əksik eləməsin. Bu aparat içində daimi xoş günlər, xoş gələcək üçün kadrları yazırsan, saxlayırsan, bir tarixdir. Allah sənin qənədini da sağlasın. Çox sağ ol. Bugün müqəddəs bir gündür, müqəddəs bir tarixdir. Bizə bu günü yaşadan şəhidlərimizə hər birimiz borcluyuq. Bu günümüzə şükür. Bugün bütün o saybalı cəmaatın, yəni bizim həmvətənlərimizin tarixinə yazılan qızıl hərflərdən ayın 24-dür. Yenə deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm kəndlilərimizə, həm vətənlərimizə uzun ömür can sağlığı. Bu böyük bir ritdir. Bunu davam etdirmək lazımdır. Od nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Əzizsən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Savaşlardan alnı açıq çıxan zaman tarixlərə bağışladın neçə qurban. Şuda bir parçası əsir qalan torpağına canım qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır, hər dost elə xoş niyyətini işıq saçır. Hər millətə, hər məzhəbə isti açır, qucağına canım qurban Azərbaycan. Neçə gizli sərvət yatır qucağında, neçə ölkə od aparır ocağından. Azadlığın al rəmzi var bayrağında, bayrağına canım qurban Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ, Azərbaycan. Allah qoysa mütəmməd olar, kəndimizə qaydarıq. İnşallah, inşallah. Allah şəhidlərimizi müşahid eləsin, cənnət. Allah prezidentimizə də can sağlığı versin ki, belə bir günümüzə xidmət elədik. Allah bütün şəhidlərə, bütün qazilərə can sağlığı versin, şəhidlərə də rəhmət eləsin. Yerləri cənnət olsun.
Bəli, deyirəm Ağsakal. Tamam. Allah sahibimize değmesin. Allah milletimize değmesin. Hoş günümüzdeki böyle bir günü gördük. Allah size değmesin. Canınıza değmesin. Allah şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı versin. Kim varsa başında yaşlı adam onlar başında. Güzel günümüzü ziyarete gelmişik. Adamı Saybalı kendine. Görüşü buradan hamısı şehitlerimiz. Allah hamısına gani rahmet eylesin. Gazilere can sağlığı. Allah torpağımızı, evimizi, balalarımıza, özümüze kısmet eylesin. Xeyrinə gələn yığışa Ağdam'a. Elimiz ayağımız çəkilsin, yığışa o Ağdam'a. Ağdam çox itki verir. Azərbaycana büyük udar dəyirdi. Amma neyniyim müharibədir. Allah gene derim, bugünkü günü bize kısmet eləyib. Allah rahmet eylesin bütün şehitlerimize. Allah ziyaretimizi qəbul etsin. Buyurun. Karabağ Azerbaycan'dır. Aslanımıza hoş geldin. Hoş geldin. Həmişə Saybalıya gerek Allah. Yurdumuz yuvamız olsun. Evimiz yeşil olsun. Hoş gelmişsiniz hamını bizim bu güzel kendimize. Allah bütün milletimizin canını sağ eylesin. Hamısını var eylesin. Allah'a çok şükür ki bugünkü günümüz dönüş elədik kendimize. Çok şükür. Piyada gelecek ama burada maşın yok. Bir daha sür, bir daha sür. Allah sizə dəyməsin, gün o gün olsun, kəndimizə çəkilişi belə çəkəsiniz, yaşamaq üçün. Allah hamımıza nəsib eləsin, Saybalıda yaşamağı. Amin, amin. Allah İnşallah. şəhidlərimizə rəhmət eləsin ki, bu günü bizə yaşatdılar. Amin. Allah qazilərimizə kömək olsun. Amin. Bu saatda əlində avtomat silah olan, səngərdə dayananları Allah qoruşdur. Allah hamımızın Saybalı kömək cemaatı sizə dəyməsin. Hə, Bizim Allah bu şəhid hamımızın- qardaşlarımızın yeri cənnətdə olsun. Bu torpağın üstündə qanlarını tökdülər. Allah bizim dövlətimizə, prezidentimizə dəyməsin ki, bu günü valla sevincindən bilmirsən nə deyirsən. Gör bir dənə 20 gün müddətinə bizim Saybalı cemaatı nətər yığıldı.
xoşbəxt bizim Azərbaycan milləti xoşbəxt ki, belə bizim prezidentimiz var. Xoş gəlmisiniz. Zəhməti var. Şəhidlərimiz Allah qəni-qəni bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman analarımız var. Allah onlara qəni-qəni rəhmət eləsin. Allah hamımızın canını sağ eləsin. Ay sayıbarlar, xoş gəlmisiniz sayıbarlar. Allah Taala bizi bax həmişə bununla belə gəlin kolonumuz geçsin, bəy kolonumuz geçsin. Amin. Hamınız xoş gəlmisiniz. Kendimize hoş geldiniz. İstiqamətimiz şükür Bugünkü günə şükür. Bəli, əlbəttə ki. Bəli, bəli. Həmişə Canı sağ eləsin. Allah sağ eləsin. Johnson elə. Yəni hamı bir-birini başa düşür. Bu yolla elə piyada gedişlərində. Amin. Hamıya əziyyət çəkdi. Bax bugünkü günə min şükür ki, bax bu kəndimizə belə topa qaydırıq. Amin. Hamısı Allah şəhadət yaradanın canı sağ eləsin. Amin inşallah. Bu bütün bu daş var ya, bak 3 gündür, 10 gün, 20 gündür buradayım. Hamıyla adamla danışır. Bəli, O gəlib yarım saat girib getmənə yox ha. Adamla danışır burana. Adama tanış gəlir, səni qəbul edir. Tabu xanım, keç irəli. Çox şükür bu gün. Tabu xanım, keç qabağa. Çox əziyyət çəkdik qardaş.
can sağlığı versin. Çəkilişiniz Elimizə, obamıza qaydaq, evimizi, eşiyimizi tikək, gənclərimizi toyun eləyək. Amin, amin. Allah şəhidlərimizə də rəhmət eləsin. Amin, amin. Sağ ol. Allah senden razı olsun. Mən gəlmişəm Saybalıya. Bura mənim atamın evi olub. Atam burada 7 yaşında qaçqın düşüb. Saybalı vətəndaşları hamısı burada qaçqın düşüb. Ermənilərin üzbasından. Burada gördüyünüz hamısı ev erməni vəhşilikləri tərəfindən ermənilərin vəhşilikləridir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz gəlmişik, buralara çatmışıq. Allah hamısına rəhmət eləsin, can sağlığı versin. Merhaba, Azərbaycandır. Tabii. Alıblarımız ben çekim. Niye ağlıyorsun? Sevindiğimden hem kederlenirəm ki 30 yıl buradan çıkan atalarımız, analarımız Nasılsın? sağ olun. 30 yıl bundan qabaq buradan çıxan ata-anasız qayıdırıq bura. Allah hamısına rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah prezidentimizə can sağlığı versin ki, uçuq evlərimizə də olsa yeyə durduq. Bugün mənim seviş göz yaşlarımdır. Allah hamımızın canını sağ eləsin. Allah ordumuzu qorusun. Allah xalqımızı qorusun. Allah Azərbaycan xalqını qorusun. Həmişə bax belə gözəl günlərdə yığışdığımızın cəmaət bura. Saybalı cəmaəti birlik, dəyanət, qeyrət ocağıdır bura. Evimizde gelirik. Axır ki kendini gəlinsin gözün aydın. Şükür, bugünkü günə şükür, Allaha şükür. Allah bütün əziyyət çəkənlərimizin hamısını canı sağ eləsin. Qazilərimizə can sağlığı versin, şəhidlərimizə. Burada təhsil almışsın. Atemur en çok əziyyət çəkən uşaqlardan biri də sənsən qardaş. Kəndin uşaqlarından en çok əziyyət çəkən biri də sənsən. Xoş gəliblər. Allah köməklər olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Var olsun. Həmişə gələn ayaqları var olsun. Çox Gəlin bəli. Heç elə biləcəksən ki, burada nəsə axtarırmışlar. Burada nəsə axtarırmışlar. Mənim başım girəsi yer yoxdur. Cəmaatımızın içindəyik, şükür. Allah cəmaatımızı hamısını həmişə bir yerdə eləsin. Amin, amin. Allah
bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, şəhidlərimizə də rəhmət eləsin. Amin, amin. Allah hamısına kömək olsun. Ziyəmizi nəyə qalıb tanıyaq qalıb? Sən bu papağına quzu kəsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nəmədin, kətdən çıxan neçə yaşın vardı? Kətdən çıxanda mənim var idi 17 yaşım. Büyündə üzü 50-dir. Bəli. Kimlərlə qayıdırsan? Ailə üzvlərim mən, anamdır. Allah atama rəhmət, ölənlərin hamısına rəhmət eləsin, atam rəhmət eləsin. Gəldi, papam da gəldi, gördü, getdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı. Onların Sağ ol.
Hamınızı hoş geldik, hoş gördüm. Hamınız hoş gelmişsiniz. 30 illik həsrətdən sonra, 30 illik ayrılıqdan sonra axır ki çox şükür ki bu günə qovuşduq. Allah Teala bütün şəhidlərimizin ruhunu şad eləsin. Yerləri cənnət məkan olsun. Onların ruhu qarşısında baş əyirik. Hamımız baş əyirik. Gəlin onların, ölənlərimizin, şəhidlərimizin bütün bu müharibə tərəfi, müharibə sayəsində şəhid olan bütün şəhidlərimizin, bir sayfalı şəhidlərinin yox, Azərbaycanın bütün şəhidlərinin ruhu qarşısında baş əyək. Onların ruhu qarşısında baş əyək. Bir dəqiqəlik sükutla onların ruhunu şad edək. Bir dəqiqəlik sükut elan edək. Sakitçilik dediler değil mi? Baş edərdim ümumimiz səslənsin. Allah rəhmət eləsin. Hamınız deyin. Allah rəhmət eləsin. Bütün qəbirstana əhlinə Allah rəhmət eləsin. Mehdiyev Volodya, Cəfərov Alış, Həssan Xalib. Bax bunlar bu torpaqda bizi gözləyirdilər. Onlar bu torpaqda can verdilər, qan tökdülər. Onlar bizdən qabaq gördünüz bizi gözlədilər. Bizi gözlədilər ki biz buradayıq, sizi gözləyirik. Gəlin, canlarını verdilər, qanlarını verdilər. Bu gündən ötürü bax bizi belə gözlədilər ki siz gələcəksiniz. Biz burada sizi gözləyirik. Allah var eləsin. Siz belə yolaqlar böyütdünüz, belə qardaşlar böyütdünüz. Allah da olanlar bizləri gözlədir. Bilirlər ki biz gələcəyik, biz gələcəyik. Dövlətimizin apardığı o Polat yumruğun gücü sayəsində biz qayıtdıq. Var olsun dövlətimiz, var olsun Ali Başkan, böyük qələbəmiz. Var olun, siz de var olun. Hoş geldiniz hamınız, halımız. Ali Muhammed, Allah'ın lehi bihakkı Muhammedin ve alihi tahirin ve bi hürmetil suretil Fatiha emesselam. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahus samed, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Bismillahirrahmanirrahim. Xudadan təbarək və təala bütün şəhidlərimizə gəni-gəni rəhmət eyləsin. Bütün Saybalı qəbirstanlığında dünyasını dəyişənlərə, böyükdən kiçiyə, kiçikdən böyüyə yerləri cənnət-i məkan eyləsin.
Elə bir adam yoxdur ki, bu qəbirstanlıqda onun əmisi, dayısı, babası dəfn olunsun. Allah Teala onların yerini behişt eləsin. Ölənlərin yeri cənnət məkan olsun. Valideynlərinə səbir kəramət eləsin. Dərdi bəladan kənar olsun. Gedənlərimiz gedib, gələnlərimiz xoş günə qismət olsun. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Eûzü billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya Rahmanü Ya Rahim. Yusebbihu lillahi ma fis semavat ve ma fil melikil kuddus azizil hakim. Huvellezî beseyya fil müyüne Resulen yelham yetlu aleyhim ayatihi ve yüzekkihim ve yuallimhumul kitabiyye vel hikmeteyye ve in kâne min qabli fi zelâlin mübîn ve âkharîne minhum lemma yelhaqû bihim ve huvel azîzul hakîm. Zâlike fezlullâhi yu'tihi men yeşâ vallâhi zul fezlil azîm. Meselüllezîne yehmilut Tevrâte ثم لم يحمل الحياة كمثل الحمار يحمل يسارا بسيا مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين. قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنون أبدا بما قدمت أيديهم والله عليم بالظالمين. قل إن الموت الذي تفرون منه فإنه ملاقيكم ثم تردون إلى عالم الغيب والشهادة فينبئكم بما كنتم تعملون. يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. آمين. اللهم صل على محمد وعلى محمد. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح المرحوم من المغفورين المغرومين جميعا اللهم اغفرهم وبشرهم بحق محمد وآله وبحرمة سورة الفاتحة. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah bura Teala, Xudavənd Təbarəkə və Teala bu günə çox şükür ki, uzun müddətdir bir-birini görməyən cəmaat, bir-birindən qabaqlaşmayanlar bir-birindən qabaqlaşdı. Gözlər bir-biriyle görüştü, ürəklər bir-biriyle danıştı. Hal-hazırda burada ürəklər danışmayaraq, gözlər danışmayaraq danışır. Hamınıza təşəkkür edirəm. Hamınıza dərin can sağlığı, uzun ömür arzu edirəm. Çox sağ olun. Allah Teala sizin yaman gününüzü göstermesin. Hiçbirinizin hiç kəsə. Buyurun. Ben de özüme borç bildim ki size ilk defeden danışarken salamlayayım. Çünkü bu benim borcum. Şehitlerin karşısında baş eğri. Şehitler bugünkü gün bizim burada durmamız, bu torpağa ayak basmamız, bu torpağın bizim yüzümüze gülmesi, insanların birbirini gözleriyle danışması şehitlerin kahramanlığının neticesidir. Yol boyu gördüğümüz o çemenlikteki laleler hamısı şehitlerin kanından yorulubdu. Biz bunun şahidi olduk. Neçə iller bu kentte yaşayan aksakallar, abırçekler 32 ildir ki esaretle kalan Ağdam rayonunun torpağına kadem basmayıplar. İnanın bugün onlar bizden daha çok sevinir. Hiç tesadüfi değil ki kendimizin aksakalı Mürvat daimına bir numunedir ki yol boyu ödemiyorlar ki kendin hasretini yaşayarak, göz yaşlarıyla gelir. Çok isterdik ki
Biz onu burada kənd cəmaatının qarşısında vətən nədir? Bugünkü gün vətən qarşısında bu yaşınızda vətənə qədəm qoymuşsunuz, bu torpağa qədəm qoymuşsunuz. Vətən nədir kəlməsini bizlərə izah etsin. Söz verdim, söz yapın. Yarım için nedenini tanıtacağım. Aysel Baracamlar'dan. Bu şehitlerimizi gelip ziyaret edildiğimiz için hamdülillah sağ ol diyelim. Allah Teala bizi pis gün görmesin. Şehitlerimize Allah Teala'dan aldığımız gani rahmet eylesin. Ne diyeyim ben beyaklatırım, bunu teşkil edenlerin Allah canı sağ eylesin. Allah gazilerimize can sağlığı versin. Allah ordumuzu korusun, devletimizi korusun, prezidentimizi korusun. Bu kuldurlardan bizim canımızı kurtardı. Düzdü evimiz, kapsamımızı dağılırsa da torpağımıza rahat gelir. Allah Teala'dan ardım oldu ki burada bu işi teşkil edenlerin ölenlerine rahmet eylesin. Kalanlarına can sağlığı, onların hemmeşe hoş günlerini göreyim. Sizin hamınızın beyakları diyelim. Allah Teala'dan ardım oldu ki pis gün görmeyesiniz. Eziyet çekmesiniz. Görüntünüzden güzel burada işler görürler. Burada meseleler, burada evler hususi razı edilemelidir. Yoldaşıyla gelip burada çay koydu. Burada işleyen işçilere de elcindi, elgamdı. Burada evvelden ahire her gün hamı telefonunda bakırdı. Allah Teala beylerden onlara da pis göstermesin. Burada ne kadar işleyenler varsa onlar işlerini kıymetini halal eylesin. Sağ olun. Allah Teala bu işe gereken edenlerin Allah canı sağ eylesin. Onlara uzun ömür sağlam can sürfüleri hemmeşe yerde olsun. Sağ olun. Bunların hamısını bize yaradan devletimizdir, Ali Başkomandanımızdır. Onun yarattığı siyasettir. Onun bizlere ileriye bütün bunlar hamısı imkanları veren bize devletimizdir. Ve devletimiz var olsun, prezidentimiz var olsun, Ali Başkomandanımız var olsun. Onun yürüttüğü siyaset var olsun. Bütün bunların hamısı bize ileyen devletimiz var olsun. Devletimiz adından yeni danışmak için sözü Maya Hanım'a vereceğiz. Maya Hanım prezidentimize, Ali Başkomandanımıza bütün bu iledilerimizi çatdıracak yəqin ki. Həmişə bizim arkamızda duran devletimiz olacak, prezidentimiz olacak. Biz çok isterdik ki ne varsa kendimizin temeli koyularken, kendimize köş olarken biz muhteşem Ali Başkomandanımızı burada görerdik. O bizimle birlikte temel koymalarına iştirak ederdi. Gördük, hoş gelmişik evimize. Həmişə evimizdə, obamızda olar inşallah. Allah bugün bize yaşadanlara bizi alın açıqlığı ilə getməyə qismət eləsin. Allah hamının canını sağ eləsin. Burada əziyyəti keçən hər bir kəsin canını sağ eləsin. Burada olmayıb da, burada olmaq istəyənlərin də Allah canını sağ eləsin. Bizim kəndimiz adından, kətçilərimiz adından, öz yerlilərimiz adından Cənab Prezidentə və Mehriban xanıma bir müraciətimiz var. Belə bir müraciət hazırladıq hamımızın adından. Əminəm ki, hamı buna qol çəkəcək, razılıq verəcək. Hörmətli Cənab Prezident və hörmətli Vitse-Prezident Mehriban xanım. Cənab Ali Başkomandanın rəhbərliyi, Müzəffər ordumuzun zəfəri sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Bu müharibə dünya hərb tarixində Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha sübut etdi. Ağdam rayon Saybalı kəndində əvvəllər məscid kimi fəaliyyət göstərmiş bina, sonralar məktəb binası kimi təhsil ocağı olmuşdur. Mənfur düşmən tərəfindən yararsız hala salınmışdır. Divar hissəcikləri ərəb əlifbası ilə yazılmış lövhələr qalmaqdadır. Kəndimizin tarixi bina kimi qalan bu yarımsökülü binanın maddi mədəniyyət abidəsi kimi qeydiyyata alaraq tədqiq olunması və bərpası üçün köməklik göstərilməsi şəhidlərimizin ruhuna ən böyük hörmət əlaməti olaraq əvvəlcədən sizə təşəkkürümüzü bildiririk. Bu müraciətimizin biri idi. O biri də Cənab Prezidentə müraciətim yəqin ki cəsarətdədir. Bir digər müraciətimiz var. Dövlət Prezidenti Cənab İlham Əliyevə müraciət. Sizin müdrik rəhbərliyiniz və müzəffər ordumuzun zəfəri sayəsində ərazi bütövlüyümüz təmin olunmuşdur.
Bu müharibə dünya hərb sahəsində qızıl hərflərlə yazıldı. Azərbaycanı bütün dünyaya tanıtdı. Sayəmizdə bütün dövlətlər Azərbaycanın qarşısında artıq ayaq üstədir. Bizim Ağdam rayon Saybalı kənd cəmaatı olaraq sizdən təmənnamız və xahişimiz bizim kəndimizin yerində tikilməsinə inşallah razılığımızı bildirilməsini istəyirik. Buna bir olaraq kənd cəmaatımızın imzaladığı bu ərizə ilə müraciət edirik sizdən. Xahiş edirik inşallah təməl qoymasında kəndimizin və açarların biz kəndçilərə təhvil verilməsində xanımımız vitse-prezident Mehriban xanımla birlikdə sizi bax belə təntənəli kəndimizdə qarşılamaq istəyirik. Belə bir müraciətdir dövlət prezidentimizə inşallah qəbul olunar. Adından Emmi Bazıya söz verəcəyik. O xeyir duamızı versin. Bütün ürək sözlərimi siz dediniz, çatdırdınız. Mən də sizin dediklərinizə qoşuluram. Mən keçmişlərə qayıtmıram. 2020-ci ildən bəriki günləri, sevincinizi, şadlığınızı bunlardan danışırım. Əziz elim obam, əvvəla sizi mən də öz növbəmdə hamınızı salamlayıram. Doğma torpağımıza, ana yurdunuza xoş gəlmişsiniz. Sizi xoş gördük, qədəmləriniz mübarək olsun. Arz edirəm ki, burada bu kəndi yenidən qurasınız, yenidən yaradasınız. Yenidən daha gözəl saybalı bir kəndi eləyəsiniz. Əzizlərim, indiyə qədər hamıya bir-birinizə deyirdiniz, kəndinizi arzuluyordunuz, kəndinizi görəydik, kəndinizi görəydik. Hətta yuxularınızda görürdünüz. Yuxularınızda gördüğünüz o gün bax bu gündür. 24 may 2025-ci il. Yuxularımız Çin oldu. Buna görə də Ali Başkomandan İlham Əliyevə böyük təşəkkürümüzü bildiririk. Qazilərimizə, şəhidlərimizə təşəkkür bildiririk. Qazilərimizin və qazilərimizin valideyninin qarşısında şəxsən baş əyirəm. Onlara öz təşəkkürümü bildirirəm. Bütün qazilərimizə təşəkkür edirəm. Şah fatihlərinin nəzdində, onların timsalında döyüşən hərbiçilərimizə minnətdarlığımı bildirirəm. Allah onlara can sağlığı versin, uzun ömür versin, vətənimizi qorusunlar. Gənc əskərlərimizi sağ gedib salamat qayırsınlar. Gənc anaları gözü yaşlı qoymasın Allah. Allah köməyimiz olsun. Əziz kəndlərim, hər birinizə təşəkkür edirəm ki, belə böyük bir məclisi qurdunuz, belə bir cəmaatı bir araya ayırdınız. Saybalı cəmaatı həmişə köməyə gələn olub, həmişə bir-birinə əl tutan olubdur, həmişə yardım edən olubdur. İndi bax elə bugün bu məclisdə bu görünür. Qısa müddətin içərisində bu qəbristanlıqda yaratdıkları şəraitdə bir belə xalqı bir-birinə yığmaqda sizin hərəkətiniz yaxşı görünür. Bunu təşkil edən Elgiz bəyə, Rafiq bəyə, Zəmxarə xanıma, Maya xanıma, Tərkun xanıma hamısına təşəkkürümü bildirirəm. Və arz edirəm ki, valideynlərimiz yeniyetmələrini, nəvələrini, körpələrini tanıtsınlar. O kökü sizə bitir, əzizlərim. Biz də bu kökdə bitmişik. Bəlkə də vaxtı ilə əsrlər bundan əvvəl bu kənddə bir ana, bir ata olub. O ana, atadan gör kimlər söylüyübdür. Onları övladlarımıza öyrədin. Uşaqlara başa salın. Allah sağlığınıza qismət eləsin. Hər kəsin kənarda evi, eşiyi, özünə yaratdığı şərait var. Amma kəndimizi unutmayın. Kəndimizi yaddan çıxarmayın. Sabah mən nəvəmə, nəticəmə haralısam, Bakırıyam, Ucarlıyam, Göyçaylıyam deməsinlər. Desinlər ki, Ağdam rayonunun Saybalı kəndindəyəm. Bunu unutturmayın, bunu yaşatın kəndimizə. Çünki Ağdam rayonuna bunu öndərimiz Heydər Əliyev də böyük qiymət vermişdi. Heydər Əliyev demişdi ki, Azərbaycan Ağdamın iqtisadi ilə, mədəniyyəti ilə, təhsili ilə həmişə qabaqda getmişdir. O cümlədən də İlham Əliyev demişdi, yaşasın Ağdam, yaşasın Saybalı kəndi, yaşasın onun sakinləri. Əzizlərim, Ümmü müəllim hər şeyə toxundu, amma bir şey qaldı. Bax, bura yığışalım. Bax, bu balaca uşaqlar nə həvəslə gəliblər. Demək, burada o qədər siz vətən, bu, o
bu toplumun yığılmasında hər birinizin əməyiniz var. Demək, burada valideynlərin də, müəllimlərin də hər birinin əməyi var ki, bu toplum bura yığılıbdır, vətənpərvərsiniz. Məktəbdə formalaşaraq müəllim tərbiyəsindən keçir. Müəllimlər məktəbdən vətən fidanlarımız şəhidlərimizlə bağlı, vətənlə bağlı öz şeirlərlə gəlibdir. İstəyərdik ki, onları da dinləyək. Siz Qarabağlı sakinlər, mən Hüseynzadə Fatimə Sabihə qızı. Mən sizlərə Qarabağlı sakinlər deyirəm. Çünki istər Laçında, istər Zəncirana, istərsə də Cəbrayıl olmanızdan asılı olmayaraq, siz Qarabağın torpaqlarına ayaq basmışsınız. Qarabağın havasını udmuşsunuz. Bizim burada olmamızın əsas səbəbi şəhidlərimizin, milli qəhrəmanlarımızın və qazilərimizin Ağdamı işğaldan azad etməsidir. Mən şəhidlərimizin anaları və ataları qarşısında baş əyirəm ki, onlar kimi mərd, igid, cəsur və vətənpərvər oğullar böyütmüşdür. Mənim yaşım kiçik olsa da, mən burada doğulub böyüməmişəm. Amma mənim valideynlərim hər ikisi Ağdamda doğulub böyümüşdür. Onlar mənə Ağdam haqqında o qədər məlumat veriblər ki, mən sadəcə Ağdamda doğulub, Ağdamda böyümüşəm. Mən hər birinizə təşəkkür edirəm ki, məni dərindən dinləmişsiniz. İndi mənim sizə qısa bir şeirim var. Tovuzda başladı qanlı müharibə, bir gündə 7 şəhid deyilmi qəribə, ağlayan tək şəhid anası deyil. Bütün Azərbaycana dəydi bu zərbə, sustu bir şəhidin sevgi nəğməsi, yetim qaldı birinin kiçik körpəsi. Bax budur bizlərə təsəlli verən, vətən sağ olsun olan cümləsi. Qartallar siz olan zirvədən danışır, cənnətdən mübarizlə görüşəcəksiniz, Fəridlə söhbətləşib güləcəksiniz, Ramil Səfərovu soruşacaq. Lar, yaxşıdır xəbərin siz verəcəksiniz. Kişilər ağlamaz deyən atalar, məzara sarılı bağlayır indi. Ay Allah, bunları yandır kürü ilə. Günahsız insanlar vurulur nə qəl, şəhidlər ölməz, vətən bölünməz. Salam, mən Rəhmova Arzu, Ağdam rayonunun Saqal kəndindənəm. Bayrağı biraz otur. Şükürlər olsun, bizim torpaqlarımız düşman tapdalından azad oldu və həqiqətən bizə bu günü yaşadan hər kəsə çox təşəkkürümü bildirirəm. İndi isə sizə Ağdam şeirini demək istəyirəm. Musiqi beşiyim, muğamatımsan, Məkkəm, Mədinəm, qibləgahımsan, tarixi biliyim, qan yaddaşımsan, canımda dövr eləyən qanımsan Ağdam. Qeyrət qalasıydın, satdılar səni. Qafana... Ağdamımızın qarşısına hamımız baş edirik, onların əllərindən öpürük, ağarmış saçlarından öpürük. Sizdən çox xahiş edirik, çox xahiş edirik. Yaxınlaşın bizə, öz ürək sözlərinizi deyin, torpaq haqqında, vətən haqqında. Bu sizin haqqınızdır. Sayvalı cəmaatı, mənim gözəl xalqım, mənim gözəl cəmaatım, vətənpərvər millətim. Mən çönüb deyirəm ki, hər vaxtın xeyir kəndimiz, hər vaxtın xeyir cəmaatımız, hər vaxtınız xeyir olsun Azərbaycan xalqı. Biz bilirik ki, bu müharibə bizə çox itkilər verir. 88-ci ildən bəri Azərbaycan xalqının başında odlar ələndi. Mən bir şəhid yoldaşı kimi bu odların içərisindən keçmişəm. Bilirəm ki, insanlar nə zulüm çəkir, əskərlərimiz, ordumuz nə zulüm çəkir. Hamı bilir ki, 88-ci ildən sonra Azərbaycanın elə bir ordusu yox idi. Ancaq polis işçiləri bu ordunun qabağında gedirdi. O işçilərdən biri də mənim həyat yoldaşım Cəfərov Alış baş leytenant. Bu Azərbaycanın torpağı uğrunda, vətəni uğrunda canından, qanından keçib şəhidlik zirvəsinə ucaldı. Mən bugün bir şəhid xanı kimi öz yoldaşımla fəxr edirəm. Mən fəxr edirəm ki, mən Cəfərov Alışın həyat yoldaşıyam. Mən bugün bu şəhidlərin hamısının qarşısında baş əyirəm. Onların, anaların əlindən öpürəm. Bunların çoxların anası rəhmətə gedir. 93-cü ildə ölənlərin anası rəhmətə gedir. Hamısına Allah rəhmət eləsin. Mən bu yolu gələ-gələ o qədər fikirləşirdim ki, ay Allah, 30 il bundan qabaq biz bu yolu atamızla, anamızla, kəndimizdə olan insanlarla çıxmışıq. Bugün onlarla qayıda bilmədik. Allah bu kəndimizdən
gedib qayıtmayan insanlara rəhmət eləsin. Onların da ruhları şad olsun ki, bugün torpaqlarımız azad olur və düşmən tapdağından azaddır. Mən Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, bu bəladan, bu müsibətdən insanları qurtardı və bu torpaq müharibəsi bu körpələrə qalmadı. Var olun, sağ olun. Hamınıza təşəkkür edirəm. Şükür bu günümüzə, mən qısa danışacağım, mən çox danışan deyiləm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Sahibalının başından döysün ki, bizim Sahibalının oğlanları belə bir şərait qurdu. Nəzər çox əziyyət çəkdi, çox. Burada əziyyət çəkənlərin Allah canına dəyməsin, Allah ölənlərinə rəhmət eləsin, canınıza dəyməsin. Mən də nə ayırmışamsa, nə eləmişəmsə, halal xoşumuz olsun. Mən də Qaryağdının anasıyam. Allah bütün şəhidlərə yeri cənnət olsun, qazilərimizə şəfa versin. Allah cəmaatımızın başından döysün. Allah verən əllərdən kəsməsin ki, belə bir şərait quruldu Sahibalda. Sağ olsunlar, minnətkaram, öpürəm, bağrıma basıram hamınızı. Sağ ol Məzəli, sənin kimi ananın Qaryağdı kimi də oğlu olardı. Mən də başda olmaqla bütün Sahibalı əhlinə. Mən də bütün Sahibalı əhlinin qarşısında baş əyirəm. Onlara minnətkaram. Başda Elgiz olmaq şərti ilə, Zəmxarə olmaq şərti ilə, Tərxun olmaq şərti ilə, Maya bacı olmaq şərti ilə onlara minnətdaram. Bütün Sahibalı əhlini bir yerə yersin. Mən də fəxr edirəm ki, Sadılov Rafiqin bacısıyam. Yaxşı, Allah rəhmət eləsin. Allah yerləri cənnət. Hörmətli Sahibalılar, hoş gəlmişsiniz öz kəndimizə, elimizə, ovamıza. Hər birinizi salamlayıram mən də. Bugünkü burada əziyyəti olan adamlara minnətdarımı bildirəm. Allah şəhidlərimizə qəni rəhmət eləsin. Allah onların yerin nurla olsun. Qazilərimizə uzun ömür, can sağlığı versin. Sağ olun. Əziz xalqım, elim obam, hamınızı xoş gördüm. Allah bu birliyi yaradan hər bir kəsə dayaq dursun, kömək olsun. Mən fəxr edirəm ki, bugün burada bizim Sahibalı cəmaatı bu cürə şərait yaradıblar. Allah Elgiz gilə, Maya gilə, nə bilim, bütün nəzərə, bütün cəmaatımıza, bütün əziyyət çəkənlərin hamısına can sağlığı versin. Allah mürvət dayını bizim üstümüzdən əskiy eləməsin. Ağsaqqalımızdır. Mən bayaqdan orada ağlayıram, mürvət dayını görür. Allah görürsünüz, əziz cəmaatımız, ağsaqqalımız qalmayıb. Allah sizlərə dəyməsin, Allah cavanlara dəyməsin. Allah xoş günümüzü gəlsin. Amin. Bizə bu günləri yaşadan şəhidlərin qarşısında baş əyir. Allah qazilərimizə can sağlığı versin. Onların evlatlarını qorusun. Allah yaxşı günlərimizi gəlsin. Gün o gün olsun, yığılaq bu kətdə yaşayaq. Allah sizlərə dəyməsin. Mən mola canlı qardaşım. Allah can sağlığı versin. Mən də onun qardaşı eləyəcəm. O yaxşı vaxtdan elədi. Allah sabır versin. Sahibalı kəndinin həm də qaziləri var. Onlardan biri buradadır. Baris. Baris, bura gəl. Əvvəla hər bir kəs salamlayıram. Hər biriniz xoş gəlmişsiniz öz elinizə, obanıza. Allah sizləri var eləsin. Hər bir zaman mehribançılıq, xoşbəxtçilik millətimizdən, xalqımızın içindən əksik olmasın inşallah, elimiz obamızın. Çox sağ olun Maya xanım. Minnətdaram diqqətinizə görə ki, ən azından sizlər, sizin kimi insanlar bu günləri, bu milləti, bu rayonun cəmaatını yığıb bir araya. Çox gözəl bir gündür. Valla çox sağ olun. Mən Vətən Müharibəsinin 2-ci qrup ərli Əliyev Bariz Rafailovuyum. Mənim atam da buradadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, döyüşçülərimizi qorusun. Bu öndərimizin gözəl bir sözü var. Dövləti dövlət eləyən bu xalqdır. Həmişə bu xalqdan möhkəm olmaq lazımdır. Allah xalqımızı qorusun, dövlətimizi qorusun. Minnətdaram, var olasın. Var, çox sağ. Tədbirin, hər bir yığıncağın bir idarəçisi, təşkilatçısı olur. Bunu hamımız bilirik ki, Elgiz müəllim bu
təşkilatçıdan çox əziyyətlər çəkir, həqiqətən. Yəni söz xatirinə deyilmir. Ürəklə deyiləsi bir sözdür. Mən sayvalı qız olmasam da, tanımasam da, onun nitqinə hər dəfə qulaq asdıqca mən əhsən demişəm. Ona görə ki, belə bir vaxtda xalqı bir yerə topalamaq, onları cəm eləmək, qalqıb torpaqda bir-birinə görüşdürmək, neçə illərdə, 30 ildən sonra bir-birinə qovuşdurmaq hər bir oğlun işidir. Mən çox xahiş edirəm ki, Elgiz müəllim şəhid ailələrinə şəhid ailələrinə birlik adına şəhid ailələrinə təşəkkürnamələrini təqdim etsin. Allah rəhmət eləsin. Allah qalanlara səbir versin. Bu da Maya bacımın Xalid Hasan. Allah rəhmət eləsin. Səbir versin. Mehdi Evvalolya. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah səbir versin. Sadovov Rafik. Allah rəhmət eləsin. Mənim sinif yoldaşım. Məmmədov Rəcəb. Əhmədov Rəcəb. Allah rəhmət eləsin. Allah səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən buradakı oturanların, duranların, bütün ağsaqqalların hamısından üzr istəyirəm. Çünki mən ola bilər biraz tonumu qaldırdım. O da cavanlara aid idi. O gedənlərə aid idi. Onlar hamısı getdi. Burada arvad uşaq qaldı. Cavanlar qaldı. Ağsaqqallar qaldı. Amma cavanlar otlu maşına getdi. Ona görə mən biraz da səhvləşdim. Hamınızdan üzr istəyirəm. Müəllimi çox böyük əziyyət olubdu. Xahiş edirdim Elman müəllim də öz ürək sözlərini desin. Sonra Aqil müəllim hazırlaşsın. Aqil müəllimin ürək sözlərini də eşidək. Siz kəndimizin sakinləri, hamınızı salamlayıram. Hamınız öz elinizə, öz yurdunuza xoş gəlmişsiniz. Bilirsiniz, biz bugünkü gündə bura yığışmaqda səbəb var. Səbəb varsa səbəbkar da var. Və bu səbəbkar bizim şəhidlərimizdir. Allah onlara qən-qən rəhmət eləsin. Onlar bilirsiniz ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçməkdə hamısının məqsədi, qayəsi bir idi. Nədir, Azərbaycan bugündən sonra müstəqil və əmin-amanlıq içində yaşasın. Və əmin-amanlıq bizim şəhidlərimizin mirasıdır. Və bu hər bir Azərbaycan vətəndaşının borcudur ki, bugünkü gündə əmin-amanlığı qorusun. Bu bir çox dövlətlər var ki, bizdə olan əmin-amanlıq heç bir dövlətdə yoxdur. Mən əminəm ki, bizim hər bir vətəndaşımız, hər bir balacadan böyüyümüzə bu əmin-amanlığı qoruyub saxlayacaq. Elə dövlətlər var ki, marketə gedir. Marketə getdiyi halda öz ailəsinə evdə vəsiyyət yazıb gedir. Nədir, qayda bilməz. Nədir, yolda başına bomba düşə bilər. Hansısa bir terrorun məruza qalır. Amma bugünkü gündə Azərbaycanın hər yerində burada insanlar gəldi. Hər birinizə sual verirəm ki, bu anı kim yaşayıb yolda? Kimi narahat etdi? Əlbəttə ki, hamı bir ağızdan deyəcək, xeyr. Heç kim. Bizim əmin-amanlığımız dövlətimiz tərəfindən bərpa olundu. Və görürsünüz ki, ən mükəmməl şəkildə bizim kəndimizə bu əmin-amanlıq verildi. Ona görə kənd adından Cənab Ali Başkomandana, müəyyən qurumlara öz təşəkkürümüzü bildiririk. Və bunu layiqincə qiymətləndirmək lazımdır. Və bunu yaşamaq lazımdır. Əmin-amanlıq olmayan dövlət ola bilməz. Əmin-amanlıq bizim əmin-amanlığımızı, bizim evladımızın, ailəmizin gələcəyidir. 30 il öncə arxaya baxsaq, bəli, bizim o dönəmdə əmin-amanlığımız pozuldu. Gəncliyimiz əldən getdi, yurdumuz viran qaldı. Əzizlərimizi itirdik, evimizi, yurdumuzu itirdik. Allaha şükürlər olsun ki, bir neçə ildən sonra Cənab Ali Başkomandanın siyasəti nəticəsində öz ordumuzun gücü hesabına, şəhidlərimizin qanı bahasına biz öz yurdumuza qayıda bildik. Və biz bunu qorumalıyıq və bunu daimi zirvələrdə yaşatmalıyıq. Burada olan hər bir kəsdən ayrı-ayrılıqda xahiş edirəm. Burada olan bizə verilən neymətlər, bizə verilən əmin-amanlıq, bizə verilən bu üstünlük dövlətimizin bizə verdiyi dəstəkdir. Ona görə Cənab Ali Başkomandanın 44 günlük müharibədə dəmir yumruğu üzərində cəm olduğu kimi onun siyasəti ətrafında da cəm olar. Mən əminəm ki, Cənab Ali Başkomandan bizim kəndin yerində qalmağı əmrini verəcək və özü də bizim kəndin meçidinin, məktəbinin, tibb ocaqlarının və s. lazım olan ocaqların təməl atmasında iştirak edəcək.
Burada hər bir vətəndaşın gözəl nümunəvi çıxışı və sadaladığım hər bir addıma, hər bir dediyim bir təməlin, bir çınqılın atmış kimidir. Ona görə hər birinizdən çox-çox xahiş edirəm. Artıq dərəcədə dövlətimizin yanında olaq, müəyyən qurumlara, müəyyən insanlara uymayaq. Nə qədər ki dövlətimiz var, nə qədər ki ordumuz var, nə qədər ki gücümüz var, bizə heç bir dövlət bata bilməz. Baxın, görün, Cənab Ali Başkomandanın hakimiyyətliyi dönəmində hansı zirvələrə çatmışıq. Bu niməti zirvələri anmamaq ən azından nankörlükdür. Onun üçün hər birinizdən xahiş edirəm. İndi artıq nəhəng dövlətlər Cənab Ali Başkomandandan çəkinir. Cənab Ali Başkomandanın yürütdüyü siyasəti dəstəkləyir. Və hər birinizdən xahiş edirəm ki, Cənab Ali Başkomandanın yumruğu ətrafında bir olaq, birlik olaq və onun yürütdüyü siyasətə dəstək verək. Və burada olan şəhid ailələri var. Hamınızın əllərinizdən öpürəm. Hamınızın qarşısında baş əyirəm. Allah sizin şəhidlərinizə qəni-qəni rəhmət eləsin. O evladlar bugünkü gündə sizə məxsus idisə, indi artıq bütün Azərbaycan Respublikasının hər bir vətəndaşına məxsusdur. Bura yığışdığınız üçün hamınıza təşəkkür edirəm, hamınıza minnətdarlığımı bildirirəm. Bir daha öz elinizdə, öz ovanızda belə xoş günlər içində daimi yaşayasın. Təşəkkür edirəm hamınıza. Qədəmləriniz mübarək ey cəmaatım. İllərdir yaralıyam, yorğunam. İndi ayaq səslərinizi eşidib ayağa qalxdım və yaralarımın ağrısını hiss etməyib sizi qarşılamağa gəldim. Xoş gəldiniz mənim elim, cəmaatım. Mən Saybalıyam. Sizin doğma yurt yeriniz Saybalı kəndiyəm. Bugün siz görməsəniz də sizin sayınızdan da çox dünyadan köçmüş Saybalıların ruhu mənimlə birlikdə sizi qarşılayır. Sizlərdən incik düşdüm məni tərk edib gedəndə. Məni elə bir düşmənlə baş-başa bıraxdınız ki, məni hər tərəfdən zərbələr vurdular. Üzerimdə olan hər tikrini dağıttılar, hər ağacı kəstilər, hər quyunu qurutdular, hər qəbri sındırdılar. Sonda məni bu viranə, xaraba vəziyyətə saldılar. Ancaq bilin ki, mən tək qalmadım. İlk andan mənim döyüşçü sakinlərim, Manav, Rəcəb və Valodyanın ruhları mənim yanımda oldular. Rafiq də yoldaşlarını tək qoymadı. Bir neçə gün sonra o da şəhid ruhlarına köməyə gəldi. Birlikdə məni qorumağa çalışdılar. Az keçmiş Alışın da ruhu onlara qoşuldu. Xeyli illər keçdi. Yorulduq, ümidimiz kəsildi. Ancaq bir gün, hələ köçkün düşəndə 1 yaş olmuş, Qaryağdının ruhu bizi ağır vəziyyətdə gəlib tapdı. Tanımadım, soruşdum, igid sən kimlərdənsən, niyə tək gəlmişsən? Dedi, ey kəndim, Elqarın oğluyam. Səni azad etmək gününü yaxınlaşdırmaq üçün şəhid olub sənə müjdə gətirmişəm. Az qalıb, lap az qalıb. Artıq güclü dövlətimiz və ordumuz var. Arxayın ol ey kəndim, ey nigaran ruhlar. Tezliklə gəlib səni də, bizi də azad edəcəklər. Bu ümidlə 6 ildə gözlədik. Nəhayət güclü dövlətimizin və ordumuzun səsini eşitdik. Ateş səsləri eşitdikcə sevindim ki, Qaryağdının gətirdiyi xəbər doğru çıxdı. Müharibə səsləri gedən zaman yüzü nurlu, qara buğdayı, şümşat boylu bir döyüşçü ruhu gəlib çıxdı. Dedi, mən döyüşçü Şamamanın nəvəsi Hassan Xalidəm. O mənə sarıldı. Sonra üzerimdə diz üstə çöküb, ayrılıq bitdi. Ən yaxın günlərdə sən azad ediləcəksən, dedi. İllərdir gözlədiyim xəbəri mənə çatdıran Xalidi bağrıma bastım. Dedi, ey kəndim, səni görməsəm də daim səni görmək ümidi ilə yaşamışam. Mən sənin üçün şəhid oldum ki, sən yaşaya biləsən. Sənsiz yaşayanlar isə sənə qovuşa bilsinlər. Ey cəmaatım, 27 il yağı tapdağı altında yandım, qovruldum. Bu illər ərzində bacardıqca sizin əmanətlərinizi qorumağa çalışdım. Məndən inciməyin. Sizin evinizi, malınızı, mülkünüzü qoruya bilmədim. Düşmənimiz o qədər vəhşiydi ki, onunla mübarizə aparıb ancaq bu qədərini saxlaya bildim. Üzünüzdən görürəm, sizlər də nə qədər zülümlər, istirablar çəkmişsiniz. Yurd yuvanızdan didərgin düşüb,
Bir-birinizden ayrı düşmüşsünüz. Dünyadan köçenlerinizin hernesini bir yerde defn etmişsiniz. Sizler de benim kimi yaralısınız. Ancak gəm yemeyin. Defn ettiklerinizin ruhları da köçüp bura gelipler. Bugün onlar da burada sizi karşılayırlar. Ne kadar ağır iller yaşansa da artık o iller arkada kaldı. Darıxmayın, narahat olmayın. Güclü Azerbaycan devleti tezlikle bu həsrete son koyacak. Bizi yeniden birbirimize kavuşturacak. Sesim bugün ne kadar gür çıktısa ancak bilesiniz ki ben ölümle üz-üzə vəziyyətdəyəm. Beni ancak evvelki vəziyyətimə qaytarsanız yaşayabilirim. Yaralı olsam da hələ də yaşayıram. Məni ölmeye koymayın ey sakinlerim. İstəyirəm sizin mənə əmanət koyduğunuz yurt yerlerinizi size qaytara biləm. Bax onda mən rahat olaram. Üzümü tuturam devletin başçısına. Ey Müzəffər Ali Başkomandan, mən torpağam, mən yurt yeriyəm, mən bir qədim kəndəm, məni yurt yeri seçip mənə ad koyanların yadigarıyam, mən yaralıyam. Bu torpaqda uyuyan ruhlarla beraber sizden təvəqqə edirəm ki, məni ölməyimə, məhv olmağıma icazə verməyin. Mənim yaşamağıma ancak olduğum kimi qalmağım ve üzerimde olan dağıdılmış evlerin her birinin öz yerindeki tikilmesi barədə qərarınız məlhəm olabilir. Ey cemaatım, sizlerle sağollaşıram. Belki de bu son görüşümüzdür. Beni unutmadınız. Ben de sizi hiç vakit unutmadım. Ne kadar ki sağam, bu xəstə, can üstü olan kendinize tez gelip baş çekin. Eğer sağ kalaramsa, sizinle bu son görüşüm olmazsa, boynuma köçüp, güzel ve xoşbəxt günler yaşayın. Ondan sonra da birbirimizden ele möhkəm yapışaq ki, bir daha hiçbir qüvvə bizi ayıra bilmesin. Bugün hem de ona göre sevindim ki sizi bir gördüm. Birliğiniz bundan sonra da demir yumruk gibi ebedi ve ezel olsun. Aybalı bəylərin, Abbas bəyin, Yahya bəyin nəticəsi, qəhrəmanın nəvəsi Adil Qəhrəmanovun oğluyam. Bu grupa üzv olandan şehir yazan değilim ama bədahətən bir şehir gelmişti, onu yazmıştım, istəyirəm onu da burada diyeyim. O derin yaranı sarsak da senin, sağalmır, hələ də sağalmır kendim. Tezlikle koynuna köçerik senin, birlikte sağalar yaramız kendim. Sağ olun. Her birinizi hoş gördüm. Yıllardan sonra bir yerde bir aradayız. Bugün bizi bu tarihi günü, bu tarihi günde bu sevinci yaşadan şehitlerimizdir. Allah onlara rahmet eylesin. Her birine gazilerimize can sağlık arzuluyorlar. Ve bugünkü gün bu birliğin teşkil olunmasında, bizim bir yere gelmemizde, doğma ocağımızda, saybalımızda ve her bir o azizlerimizin uyuyacağı müqəddəs torpaqda bizi bu sevinci yaşadanlar bugün kendimizin nümayəndələridir. Hem vətənlərimizdir, hem kentlilerimizdir. Bugünkü gün bu birliğin yaradılması bu gücdür. Her birimizin burada olmasında başlıca emeği Elgizdir, Elqandır, Zəmxarədir, diğer adın çəkmədiklərimizdir. Yani bugün bu birliğin yaradılması, bu birliğin arkasında olunması, bu məsuliyyətin daşınması büyük bir haldır. Bütün cemaatimiz adından, kentlilerimiz adından özləri minnətdarlığımızı bildiririk. Ve bugün birliği adından da burada əziyyəti, zəhməti keçənlər birliğimizin adından həmin şəxslərə təşəkkürnamələri Elqan müəllim təqdim edəcək. Zabiloğlu. Ya buradadır. Başka gelin burada. Basit. Sonra. Ölü birisi de burada işte, burada eziyet çekenler. Şöyle Amil Qaraşoğlu. Ne çaktılar? Sağ ol. Amil yoktu. Ya abire gel. Əhmədova Məzəli. Ahmet. Mehdiyev Selman. Mehdiyev Selman. Çok sağ ol. Teşekkür ederim. Sadıkov Sadık.
Mehri Aliyev Təbriz. Əliyev Elmir. Yoxdur burada. Burada da, burada. Əliyev Elmir. Sadıqov Nəzər. Zəhmət keçimiz. Allah sizinlə. Əliyev Elməddin. Gəlir. Elməddin çəkil. Elməddini bir alqaşdır. Hüseynov Teymur. Məktəb yandadır. Əliyev İsa Köçəroğlu. Şahane. Əliyev İlhamiz Adiloğlu. İlhamız buradadır. Məmmədov Zabil Məmmədoğlu. Çok sağ olun. Çok teşekkür ederim. Cəfərov Vasif. Çok sağ olun. Çok sağ olun. Cəfərov Elşad. Cəfərov Tacir Arifov. Elşad gel. Çok sağ olun. Tacir gel. Çok sağ olun. Rəmov Əzqan. Zəhmət keçin sağ. Təşkilatçılar adından da, təşkilatçılıq edildiklərinə görə Elgiz müəllimə təşəkkürümüzü bildiririk. Allah istifar eləsin, təşəkkür edirik. Əldan müəllim, sizə də təşəkkür edirik. Uliyeva Tərxun. Bir də İskəndiyarova Zəmxani. Yox, hanı? Təqdim edin. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan doğma diyarım, mərd oğullar, qəhrəmanlar oylağım, sinəsi dağlanmış ana torpağım, bitdi acıların, qalxdı bayrağım, sinəsi dağlanmış ana torpağım, bitdi acıların, qalxdı bayrağım, canım Azərbaycan sevgili yarım, aldığım nəfəssən, içdiyim susan, məni eşidirsən, məni duyursan, sən mənim canımsan, ana torpağım, məni eşidirsən, məni duyursan, sən mənim canımsan, ana torpağım. Biz hara getsək də, harda olsaq da, sənin üçün çırpınır, döyülür ürək. Başqa diyarlara aşıq olsaq da, tək səni sevirik, söyləyir ürək. Başqa diyarlara aşıq olsaq da, tək səni sevirik, söyləyir ürək. Biz hak yolundayız. Bizim işimiz hak işidir ve biz zafer çalacağız. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bugünkü günü ki yaşatdı, məkanları cənnət olsun.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məktəbi cənnət olsun. Gün o gün olsun. Bax, bu məktəbin yerində yeni məktəb tikilsin. İnşallah. Qardaşım Alışın adı verilsin o məktəbə. Və onun nəzdində bütün şagirdlər əvvəlki kimi desinlər, gülsünlər, çalsınlar, oynasınlar. Allah o günü bizə qismət eləsin. İnşallah. Atmıram, yedim şəkildə çək. Tərbiyə yoldaşlarını bilsəm. Çok cəmat çay getirenlere benim bizim çay. Kulağımda görüşler. Memnun Yol verin. Burada durun. Bakalım kullanma sebep yapıyor. Tabii sonra kullanma. Bakıdan bir buraya gelmiş Zeynep o Bakı'nın ağzından tutaraq. Ben Nurullah ben gelmeyeyim maşından. Oturun maşına. Başka o olay, o vakit olay. Ne bilgi gelmişsin? Şuradan al. Hasan kalmayacak senden. Biraz kafa bakın. Kardeşlerime nezaret et. Sağ ol Hacı ya. Allah senin ecranı sağ olasın. Boş mu dönün? Hamız hoş gelmişim kendimize. Ben getirdim zorunlusu. Dedim gurbet burada yoksa ben gelirim. Yok gelmelisin. Şimdi sağ söz değil. O biraz senin yerine keçtiler kaması. Oradan kısayım. O ne kadar yap? Çok sağ ol. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Saybalı adamların hamısının canı sağ olsun, ölənlərinə də Allah rəhmət eləsin. Amin. Sağ ol, sən də sağ ol, əlbəttə. Gəlsin cəbə. Ha? Tələffüz eləyir. Gəlsin, harada da olsun. Mikrofon düzəldənlər. Çörək yedin, oradan çörək yedin. Hacı.